Naxçıvanda nələrin açılmasını, olmasını istəyərdiniz? Böyük AVM-lər. Birinci kitabxanaların olmağını istəyirəm. Bura mənə öz evimdən daha doğma olub. Buraların insanı yaşlı insanlar, güzel insanlar. Naxçıvanın bir yollarını beğendim. Temiz ama onun dışında pek bir şey yok ya. Bilmirəm, Naxçıvanda insanlar nəyə görə belə davranırlar? Biz hazırda Naxçıvanın Targovusundayıq. İstəyirik ki, şəhərdə bir sorğu keçirək. Sualımız isə budur ki, gənclər əylənmək üçün, boş vaxtlarını keçirmək üçün şəhərdə nələrin yaradılmasını istəyirlər. Görək sakinlər bu barədə nə düşünür? Yarım saatdan çoxdur ki, şəhərdə sorğu almağa çalışırıq, ancaq təəssüf ki, hələ də danışan birini tapa bilməmişik. 6 hours later. Bir gənc kimi şəhərdə nələrin açılmasını, olmasını istəyərdin? Mən Naxçıvan deyirəm. Bakıdan gəlmişəm, yəni universitet oxumaq üçün gəlmişdim bura. 5-ci ildə artıq burdayam. Demək olar ki, bura mənə öz evimdən daha doğma olub. Amma sıxıcıdırmı? Hə, sıxıcıdır. Müəyyən qədər təbii ki, inkişaf var, dəyişiklik var. Çünki 4 il əvvəlki Naxçıvandan indi eyni deyil. Amma dəyişiklik də odur ki, sadəcə restoran, kafe sayı biraz artıqdır. Eyni iş, eyni güc, biraz sıxıcı olur. Əsas məsələ insanların həyatının çox belə neytral, dümdüz xətt üzərində Monoton olması. monoton olmasıdır. Bəli. Burada nələr açmaq olar ki, şəhər canlansın, hər kəs axın eləsin? Anti-kafe deyirlər də, özünə xidmət. Amma o qədər rahat hava yaradırlar ki, hətta 90'lar havası olan kafelər var. Elə olsa, yəni insanlar orada özünü belə deyim daha rahat, daha qəşəng hiss eləyər. Naxçıvanda nələrin açılmasını, olmasını istəyərdiniz, xüsusən də əyləncə baxımından? Məncə uşaq üçün böyük məkanların açılmasını istəyirdim. Böyük AVM-lər. Burada yoxdur o cür məkanlar. Belə uşaq üçün çox az saydadır, amma belə rahat bir şəkildə qoya biləcəyimiz, onların rahat bir şəkildə oynayacağı çox böyük bir şeylər yoxdur. Digər dediklərim bir qırağa, əslən Naxçıvan mənim üçün çox doğma yerdir. Mənim üçün ən sakit, yaşanılası yerdir. Naxçıvan vaz keçilməzdir. Əlbəttə ki, elədir. Kim öz yerini, öz doğma yerini pisləyər ki? Benim geldiğim şehre göre burası biraz daha küçük. Yani biraz genişlese, öğrenciler için aktivite yerleri artsa daha güzel olurdu. Bir Köln'de pazar var. Onun dışında yani orası da boştur, bir şey yok. Sadece spor salonu var. Bir spor salonuna gidiyorum. Yani böyle daha çok aktivitelerin olduğu bir yer olsa daha güzel olur. Böyük şəhərlərdən fərqi nədir? Trafik olarak rahat biraz daha ama boş ya. Eğlence məkanları. Eğlence mekanları falan hiç yok. Hayır. Adıyaman'da normal doğdum ama ben şehir şehir gezdiğim için birçok yeri gördüm. Genelde İstanbul, işte Bodrum vesaire. Naxçıvanın nəyi gözəldir, ən gözəl yanı? Naxçıvanın bir yollarını beğendim. Temiz ama onun dışında pek bir şey yok ya. Sevmədiyiniz yanları nələr oldu? Sevmediğim yanları biraz soğuk. Bir de eğlence yerleri yok. Yani bence biraz daha böyle kurumsal markalar olsa daha güzel olur. İşte ne bileyim yemek yerleridir, belki kafe yerleri olabilir. Şehir biraz küçük ama yine de güzel, düzenli bir yer. Yani mesela işte Starbucks olabilir, Burger King olabilir, bazı işte fast food zincirleri olabilir. Buraların insanı yaşlı insanlar, güzel insanlar. Tabii daha yeniyiz biz de, daha yeni geldik. Zamanla daha da belli olur yani. Şu anlık bir sıkıntı yok, güzel her şey. Birinci kitabxanaların olmağını istəyirəm. İstədiyim kitabları tapmaq istəyirəm və tapdığım kitabları oxudub, sonra onları müzakirə eləmək istəyirəm dostlarla. O həmin bir gündə auditoriyaların yaranmağını istəyirəm. Yəni Burada yəni böyük kitab şəbəkələri yoxdur. təbii ki, yoxdur. Olsa da belə Azərbaycan dilində tərcümələri çox azdır. Birinci növbədə biz futboldan gəlirik. Misal daha yaxşı stadionların açılmasını istəyərdik. Ən azından mini stadionu oynamaq üçün, əyləncə üçün də. Heç olmasa yeri düzgün olsun, çıxanda bir duş ola bilərik. Belə də yəni burada oynayırıq, həm pis gündə çıxırıq, tərli eləyir və yəni o şəkildə bir şey açılsın. Və yaxud da ki, hozam həmişə deyil. Parklar olsun ki, içində məsələn idman alətləri olsun, uşaqların gələ biləcəyi filansa. O da şəhərdə bir dənə içə yerdə var ya yoxdur. Məsələn velosiped sürürəm, onun üçün də bir şey açılmağına ehtiyac yoxdur, özüm sürürəm. Şəhərin yolları uyğundur velosiped üçün. Velosiped yolu yoxdur. Mən yolun qırağından gedirəm. Sadəcə bəzi sürücülər pis sürür, ona da biz bir şey deyəməyiz. Elə buradan da səslənək ki, şəhərdə velosiped yolları olsa, velosiped, velo həvəskarları üçün də böyük imkanlar yaradılmış olar. Naxçıvanda gənclər üçün əyləncə mərkəzləri biraz azdır. Bakıdan və digər yerlərdən fərqli olaraq, məsələn, biz uşaqlarla toplu bir oyun oynayacağımız ümumiyyətlə yer yoxdur. Bakıdan nələr var ki, o Naxçıvanda yoxdur, istəyirsiniz burada da olsun? Məsələn, mafiya oyunlarının keçirilməsi üçün gənclər arasında çox maraq doğurur. Burada mafiya oynayacağımız tək yer, yəni bağdır. Havalar da soyduğu üçün artıq orada da oynamaq mümkün deyil. Sırf mafiya üçün bəzi oyun yerlərinin açılmasını istəyərdim. Naxçıvanda sorğu keçirməyə çalışdıq, bilmirəm nə dərəcədə alındı. Əslində əməlli yorulmuşuq, çünki hər kəsin dalına düşüb qaçmışıq əməlli başdı, çünki danışmaq istəyənlər çox az idi. Bilmirəm, Naxçıvanda insanlar nəyə görə belə davranırlar? Bəlkə də bu
neçə illər qapalı şəraitdə, qapalı mühitdə qalmaqla da əlaqəli ola bilər. Çox maraqlı idi ki, bəziləri danışmağa razılaşdıqları halda kameranı görəndən sonra yox, görüntü varsa biz danışmaq istəmirik dedi. Siz də fikirlərinizi bölüşün. Sizcə Naxçıvanda necə? Yəni iş yerləri öz yerində, amma söhbət əyləncə məkanlarından gedir. Yəni boş vaxtlarınızı keçirmək üçün nə tip məkanlar açılsa yaxşı olar, şəhər daha da canlanar, gənclər üst tutar, gedərlər və şəhərdə bir aktivlik yaranar. Şərtlərinizi gözləyirik. Eyni zamana geri gəlmişkən növbəti mövzumuzu da buradan açıqlayaq. Deməli, növbəti videomuz Naxçıvanın müsbət və mənfi cəhətləri ilə bağlı olacaq. Odur ki, kanalımıza abunə olun ki, bu videodan da xəbərdar ola biləsiniz. Bir mənfi cəhətini mən indidən deyim. Hava çox soyuqdur, mən üşüyürəm. Buna edəcək bir şey yoxdur, Xuraman. Əlavəm var. Yox.